20 variantlı sınav imtahanının 4-cü sınağı ilə davam edirik. Həmişəki kimi listeninglə başlayırıq. Listeninqə qulaq asırıq, sonra suallara cavab veririk. Birlikdə dinləyək. Unit 4. Listen to the passage and answer the questions from 1 to 4. Once upon a time there lived a curious young girl named Della. She was very interested in everything. She loved exploring the market where colorful fruits and spices were sold. One day she overheard a conversation between two merchants discussing the importance of numeratives and determiners. Della approached them and asked for an explanation. The first merchant, an elderly man, began to narrate a tale of how numeratives like 1, 2, and 3 gave order to the world, while determiners like this, that, and this helped to clarify which things they were referring to. As Della listened intently, she realized the significance of these tiny words in understanding language and communication. From that day on, she paid extra attention to numeratives and determiners in her conversations and writings, knowing that they held the key to unlocking the secrets of expression and comprehension. Bir də qulaq asırıq. Unit 4. Listen to the passage and answer the questions from 1 to 4. Once upon a time there lived a curious young girl named Della. She was very interested in everything. She loved exploring the market where colorful fruits and spices were sold. One day she overheard a conversation between two merchants discussing the importance of numeratives and determiners. Della approached them and asked for an explanation. The first merchant, an elderly man, began to narrate a tale of how numeratives like 1, 2, and 3 gave order to the world, while determiners like this, that, and this helped to clarify which things they were referring to. As Della listened intently, she realized the significance of these tiny words in understanding language and communication. From that day on, she paid extra attention to numeratives and determiners in her conversations and writings, knowing that they held the key to unlocking the secrets of expression and comprehension. Davam edirik suallarla. Birinci suala baxırıq. Choose a correct answer to the question according to the passage. Passage uyğun olaraq düzgün cavabı seçin. What topic did Della overhear the merchants discussing? Burada sizin bilmədiyiniz söz ola bilər. Overhear sözü, merchant sözü. Overhear eşitmək, merchant ise merchant tacir. Tacir deməkdir. Deməli, Della tacirlərin daha doğrusu nəyi müzakirə etdiyini eşitdi. Cavabımız determiners olacaq. Cooking recipes yox, yemək reseptlərini eşitməmişdi. Technology, texnologiya, language skills, dil bilikləri, historical events, tarixi hadisələr, dil bacarıqları daha doğrusu. Tarixi hadisələr deyil, cavabımız determiners olacaq. İkinci suala baxırıq. Complete the sentence according to the passage. Cümləni tamamlayın. What did Della realize about numeratives and determiners? Diqqətlə olun, realize sözünə başa düşmək deməkdir. Della numerativlər və determinerlər, təyinləyicilər haqqında nə başa düşdü? They were significant as language element. Onlar dil elementi kimi vacibdir, düzgündür. They were unrelated to language. Xeyr, onlar dilə aid deyil. Belə bir cümlə yox idi. Əlbəttə ki, determiners dilə aid olan bir şeydir. They held the key to language comprehension. Comprehension başa düşmək deməkdir. Onlar dil üçün başa düşmək, dili başa düşmək üçün bir açardır, bəli. 3 düzgündür. 4-ə baxırıq. They were only used in mathematics. Yalnız riyaziyyatda istifadə olunur. Xeyr.
Cevabımız 1-3. Niye bu kadar karşı oldu? 1-3. Devam edirik. Üçüncü suala baxırıq. What's the passage mainly about? Mövzu daha çox nə haqqındaydı? The importance of determinants in a language. Təyinicilərin bir dildə vacibliyi. Bəli, cavabımız düzgündür. Yəni də digər variantlara baxaq. Della's curiosity about historical events and sports. Della'nın tarixi hadisələrə və idmana olan marağı. Xeyr. The significance of colorful fruits and spices in the market. Marketdə rəngarəng meyvələrin və ədviyyatların vacibliyi. Della's exploration of the market's offerings. Della'nın market təkliflərini kəşf etməsi, explore etməsi, tədqiq etməsi. Della's interactions with merchants in the market. Della'nın tacirlərlə olan qarşılıqlı əlaqəsi. Xeyr, düzdür. Burada hamısından söhbət gedir. Ancaq bizim əsas mainly istədiyi üçün qarar getdi. Ona görə cavabımız A bəndə olacaq. Davam edək. Decide whether statements are true or false. Hansı düzün, hansı səhv olduğunu decide qərar verin. The merchants were discussing the importance of numeratives and determinants. Tacirlər numerativlərin və təyinicilərin vacibliyini müzakirə edirdi. Bəli, düzgündür. True. The first merchant who explained about numeratives and determinants was a young man. Onun vacibliyini izah edən gənc insan deyildi axı, false. Ona görə bugün nəsə yaxşı yaza bilmirəm burada mən. Əvvəl günlərdə bundan daha yaxşı idi. Della realized that numeratives and determinants were relevant to language comprehension. Della başa düşdü ki, numerativlər və təyinecilər dili anlamaq üçün nədir? Relevant to uyğundur, düzgündür. Della approached the merchants because she wanted to learn about the history of the market. O tacirlərə yaxınlaşdı ki, marketin tarixini öyrənsin. Xeyr, bu səhvdir. Tacirlərə yaxınlaşdı ki, onların müzakirə etdiyi mövzunu öyrənsin. Read short text 5, 7 and choose the correct variant. 5-dən 7-yə kimi qısa cavabları oxuyun və düzgün cavabı seçin. Take your athletic performance to the next level with us in our sport club. Bizim idman klubunda atletik performansınızın gələcək levelına, gələcək səviyyəsinə bizimlə çatın. Designed with 5 innovative features for optimal comfort, durability and performance enhancement, our training is formulated to help you exceed your limits and achieve your goals. Necə də qısa cümlə. Designed with 5 innovativ xüsusiyyətləri ilə optimal rahatlıq, uzun müddətli performansınızı artıracaq və bizim treyninqlərimiz sizin limitlərinizin artmasına kömək edəcək və məqsədinizə çatmanıza sizə kömək edəcək. For getting more details, call Mr. John at 5644789. Yadınızda saxlayın, telefon nömrələri tək-tək oxunur ingiliscəsində. Yəqin ki, bunu bilərsiniz. Choose a correct variant. Deməli, düzgün cavabımızı seçin. Sport club offers a private course abroad. Xeyr, abroadda təklif eləmir axı. Xaricdə təklif etmir. Mr. Jones offers a job in a new sport club. Yeni bir idman klubunda deyil. Mr. John applies for the training in club. Məşqlər üçün özü müraciət etməyib ki, o təklif edir. Mr. John offers to visit different countries. O müxtəlif ölkələrə səyahət təklif etmir. İdman təklif edir. Hamısını belə qaralayaq. Sport club offers to improve athletic level. Bəli, idman klubu improve. Sizin atletik səviyyənizi inkişaf etdirəcək. Improve, inkişaf etdirmək demək. Dear women, əziz qadınlar, ready to enhance your natural beauty. Təbii gözəlliyinizi artırmağa hazırsınız. Look no further than Quantifier's Beauty Essential. Quantifier's gözəllik mərkəzini uzaqda deyil. Our premium skincare and cosmetic line is formulated with 5 essential ingredients known for their cleaning, nourishing and hydrating properties. Deməli, bizim premium dəriyə qulluq, kosmetika
kitabımız 5 əsas ingrediyenti özündə saxlayır. Deməli, təmizlik, qidalanma və hydrating xüsusiyyətləri, yəni kosmetoloji bir şey. If you are interested, join us. Əgər sizin üçün maraqlıdırsa, bizə qoşulun. What is the purpose of the announcement? Elanın məqsədi nədir? To teach a language at the club. Klubda dil öyrətmək. Xeyr, burada beauty deyirik. To serve in the field of cosmetology, düzgündür bu. Kosmetologiya sahəsində xidmət etmək. To offer a job at a beauty salon, bir gözəllik mərkəzində iş təklif etmir. Sadəcə orada müştəri yığmaq istəyir. To announce a vacancy at club, klubda vakansiya yoxdur. To give information about beauty, gözəllik haqqında məlumat vermir ki, deyir, bu xidmətlərimiz var. 7-yə baxırıq. Attention all students, the library will be closed for renovations from Monday, April 15th to Friday, April 19th. Bütün tələbələr diqqət, library, kitabxanamız yenidən qurma işlərlə əlaqədar olaraq 1-ci gün aprel ayının 15-dən aprelin 19-u 5-ci günə kimi bağlı olacaq. Yəni bazar ertəsindən cümə gününə kimi. During this time, access to online resources will still be available. Bu vaxt müddətində online resurslarımız əlçatan olacaq. We apologize for any inconvenience. Narahatlıq üçün üzr istəyirik. Apologize for, diqqətli olun, for-la işlənir. The library will be open on April 20th. Kitabxana aprelin 20-si açılacaq. Choose a wrong variant. Səhv variantı seçin. The announcement informed about library. Elan kitabxana haqqında idi, düzgündür. Bizdən səhv istəyir, düzdür. The administration apologized for disturbing. Narahatlıq üçün üzr istəyir, düzgündür. The announcement informs about the renovations. Bəli, yenidən qurma işləri ilə bağlı məlumat verir. The announcement gives information to students. Tələbələrə məlumat verir, düzgündür. The announcement invites to the opening ceremony. Xeyr, açılış mərasiminə dəvət etmir. Sadəcə olaraq deyir ki, bu vaxt açılacaq. Bağlanış mərasiminə dəvət edir, yəni bağlanışla bağlı məlumat verir. Read the past and answer questions 8-19. 8-dən 12-yə kimi suallara cavab veririk. Ashab-ı Kəhf is a sanctuary in a natural cave which is located between Ilan and Nahajur mountains at 12 km distance from Nakhchivan city in the Nakhchivan Autonomous Republic of Azerbaijan. Ashab-ı Kəhf Nakhchivanın 12 km uzaqlığında Nakhchivan Muxtar Respublikasında yerləşir və Nahajur və İlan dağları arasında yerləşən təbii bir mağaradır, ibadətgahdır. Təbii bir mağarada ibadətgahdır. Republic of Azerbaijan oxuduq. Its height in 1665 meters. Hündürlüyü 1665 metrdir. Since ancient times, as in the previous millennia, today Ashab-ı Kəhf is considered as a sacred place. Qədim zamanlardan, hətta əvvəlki minilliklərdə Ashab-ı Kəhf müqəddəs bir yer hesab olunur. It is known not only in the Republic but also in other regions of Azerbaijan, a country of the Middle East. Təkcə Respublikada deyil, Azərbaycanın müxtəlif regionlarında, mərkəzi Middle East, mərkəzi şərq, necə tərcümə olunur? Orta şərq ülkələrində də tanınır. Each year, thousands of people make a pilgrimage to this place. Hər il minlərlə insanlar bu yeri ziyarət edir. The natural structure of the cave as well as geographical conditions allows to say it is one of the early settlements in Azerbaijan. Təbii strukturlu mağara həm də coğrafi şəraitinə görə Azərbaycanın erkən yerləşmə mərkəzlərindən oldu. Yəni əvvəlcə insanlar burada yaşayır. Natural shelters remain rooms. Təbii sığınacaqlar otaq olaraq qalır. There was a spring at the entrance of the cave. Mağaranın qarşısında bir spring, bulaq var. But later this spring was dried up. Sonralar bu bulaq quruyub. The restoration and construction works in Ashab-ı Kəhf were carried out in 1998.
Restavrasiya və tikilmə işləri 1998-ci ilə kimi davam edib. A mosque was built, the road was laid and everything was performed for the good and proper conditions for visitors. Məscid tikildi, yollar düzəldilib və yaxşı şərait, səyahətçilər üçün yaxşı şərait, hər şey was performed, təşkil olunub. Choose the correct statements according to the passage. Passage uyğun olaraq düzgün statement seçirik. Thousands of people make a pilgrimage to Ashab-ı Kəhf each year. Baxın, pilgrimage sözü, ümumiyyətlə reading oxuyan zaman cümlənin düzgün, səhv olduğunu, ola bilər ki, bir cümləni tam başa düşmürsünüz. Bu zaman, baxın, burada sizin açar sözünüz make a pilgrimage-dir. Buradan da gəlirik make a pilgrimage sözünü tapırıq və oxuyuruq. Thousands of people, each year, thousands of people make a pilgrimage to this place. Görürsünüz, deməli düzgündür. Bu cümlə burada var. Baxın, burada var. Make a pilgrimage olan cümləni bir də qaralamayayım. Bu cümlədə var. 2-yə baxırıq. Ashab-ı Kəhf is situated in the Naxçıvan Autonomous Republic. Naxçıvan Muxtar Respublikasında yerləşir. Baxın, yuxarıdadır. Bu Naxçıvan Autonomous Republic sözünü tapsaz, yerləşir. Baxın, located sözündə tapdıq. Located-lə situated sinonim olduğu üçün deməli, hər ikisi düzgündür. 1-2. The restoration works in Ashab-ı Kəhf were carried out in 2008. No. Biz 1938-də kimi davam edib, 2008-də kimi yox. Əgər 2008 rəqəmini siz burada görmədinizsə, deməli sizin bu cavabınız səhvdir. Ona görə bunun üstündən rahatlıqla xətt çəkə bilərik. Ashab-ı Kəhf is known only for being a tourist attraction. Yalnız turist diqqət mərkəzində, turistlər üçün gəzməli bir yer deyil. Çünki burada deyir ki, ibadətgah olub. Cavabımız 1-2. İbadətgah olduğunu harda deyir desəz, baxın, burada sanctuary sözündən bilə bilərsiniz. Keçək digər suallara. What's the passage mainly about? Passage nə haqqında idi? A natural cave with religious importance. Bəli, dini maraqları olan bir mağaradan söhbət gedirdi. A famous capital city, a popular tourist center for adventure activities. Macəra aktivitelər olan məşhur turist mərkəzi, xeyr. A famous capital city in the northern part, şimal hissədə məşhur paytaxt, xeyr. An ancient marketplace dating back to ancient times. Qədim zamanlara aid qədim market. Historical fortress built during recent times. Tarixi bina, qala bu yaxınlarda tikilib, xeyr. Where is Ashab-ı Kəhf located? Ashab-ı Kəhf harada yerləşir? Əlbəttə ki, Naxçıvanda. Between İlan Dağ and Nahacır Mountains. Bir bəndi. Each year, thousands of people, hər il minlərlə insan, neynir, bayaq cümlə var idi. Apply to get a vehicle job at this temple. İş üçün müraciət edir, xeyr. Heç orada işdən söhbət getmirdi. Make a visitor to this place. Düzgündür. Take part in the music festivity. Orada musiqi festivalı keçirilmirdi. Come and see the place as visitors. Cevabımız olacaq 2-4. Which statements are false according to the passage? Passage uyğun olaraq hansı statementimiz səhvdir? The elevation of Ashab-ı Kəhf is 1500 meters. Xeyr, bu deyildi. Bilirəm ki, rəqəm bu deyildi. Bir dəqiqə çıxaq yenə də baxaq. Baxın, 665 gördünüz. Deməli, cavabımız səhvdir. Bir düz olmalıdır, bir hərf false istəyirək. The spring at the entrance was restored nowadays. Qarşıdakı bulaq bu yaxınlarda restore, yenidən bərpa olundu, bəli, düzgündür. The restoration works in Ashab-ı Kəhf were carried out in 1998. Bu düzgün 1998-ə kimi carried out olub. Is a sacred place, müqəddəs yerdir, bəli. 3-4 düzdür. Bizdən false istədiyi üçün cavabımız olacaq 1-2. 13-ə baxırıq. Make up a sentence. 3 ilə başlayaq. Görək hara gedirik. All the students, tələbələrin hamısı
in the class. Sinifdə olan tələbələrin hamısı participated in the science experiments. Cavabımız A bəndi. Tərcümə etmək lazımdır. Sinifdə olan tələbələrin hamısı elm təcrübəsində iştirak edirdi. 14-də baxaq. You are capable enough to do such a difficult task. Sən belə çətin tapşırığı yerinə yetirmək üçün kifayət qədər bacarıqlısan. Cümləmiz təsdiqdədir. Təsdiqdədirsə inkar verə bilmərik. İnkarlar getdi. So ilə inkar olmaz. Necə getdi? Cavabımız D bəndi. Çox asan. 15'e baxırıq. Passengers on the platform were waiting for her coming. Deməli, passenger sayılan isimdir. Ona görə match verə bilmirik. A lot'un of'u yoxdur. Only little verə bilmirik. Only few və a few arasında qalırıq. Burada only'nin a few'su yoxdur deyə cavabımız B bəndi. Yalnız az səyahətçilər onun gəlişini gözləyirdi. 16'ya baxırıq. Little, few, all. A small but noticeable quantity suggesting some presence on the item. Bu nədir? Little'dır da. Çox kiçik, gözə çarpan dərəcədə keyfiyyət. Bir, ikiyə baxırıq. A few. A small. Yox, birinci deməli little olur. A small amount of quantity. Bir, a few, 2A, 3C. Baxın, all, whole deməkdir elə. A small amount for quantity often used uncountable nouns olduğu üçün, yəni little sayılmayan isimlərlə işlənir. Few sayılanlarla all isə bütün demək olduğu üçün cavabımız A bəndi. Bir, yaza bilmədim. 2A, 3C. 17'ye baxırıq. Who has to make list for the clothes? Baxın, burada has to'muz var. Has to bizə nə deyir? Modal fiil olduğu üçün modal fiilin təsdiqi yox, sualı inkarı. Yəni bu tipli cümlələrdə doesn't olmalıdır. Has isə does olmalıdır. We had verə bilmərik, birincisi zaman uyğunsuzluğu var. Each of us have olmaz. Neither of them did olmaz. Everybody had olmaz. Pamela does. Pamela. Bir dəqiqə səlqəli yazaq. 18'e baxırıq. Students have learned. Students cəmdədir. Ona diqqətli oluruq. All students have learned both the chants by heart. Ola bilər. Few'da F'si yoxdur. D ona görə getdi. Some students have learned. N'ini hara veririk? N'inin göstəricisi yoxdur. Much students olmaz. No students have learned. None. Cümlənin tərcüməsi uyğun gəlmir. Bütün tələbələr hər iki şeiri əzbərdən öyrənmişdir. By heart sözünə diqqətli olun. Əzbərdən deməkdir. İmtihana sizə düşə bilər. 19'a baxırıq. Kevin's son nə istəyir bizdən? Yəlikal. Apostrof S varsa deməli yəlikal istəyir. Kevin's son has got a little books. A little books olmaz. A little'dan sonra sayılmayan isim. The old man began walking after a few days. A few days olardı. Səhvdir. Zelkam baxın sidək kimin. A few weeks. It's only a little miles. A little'dan sonra miles ola bilməz. Sam bought only very few fresh fruits olardı. Cavabımız C bəndi. 20'ye baxırıq. If she follows the doctor's advice. Əgər o həkimin məsləhətlərinə qulaq assa, əlbəttə ki, will be able. Baxın, wouldn't B'si yoxdur. Would B'si yoxdur. Won't be able var. Ola bilər, ancaq tərcümə eləmək lazımdır. Will'in də B'si yoxdur. İki variant arasında qala bilərsiniz. D və I tərcümə eləsəz cavabın D olduğunu görərsiniz. Əgər o həkimin məsləhətlərinə qulaq assa, yenidən skate, xizək sürə bilər. You never work on Saturdays. 21'e baxırıq. And neither does Tom. Bəli, never var deyə ikinci tərəfi də never veririk. Plus qoyuruq. And so do I. So do I verə bilmərik. İnkar var axı orada.
Tom also doesn't work on Saturdays. Also ilə doesn't olmur. But I do olar. Çünki bir tərəf təsvir, bir tərəf inkar da verə bilərik. Benimkiyə baxırıq. They have a lot of folk songs in their newest album. A lot of, lots of, sinonimi lots of. They are, nə istəyir bizdən? Very little time to make a business. There is very little time. Time sayılmır. Buna görə iz veririk. Bu da A. Bu da I. İ'yə baxın. 24'e baxırıq. It is the third time that I've been to Xankəndi. Baxın, üstünlük dərəcəsi var. Ona görə the third time verərik C bəndini. The three time olmaz. The third times olmaz. The three times olmaz. The five time olmaz. 25'e baxırıq. Antonim istəyir. Few, limited. Antonim deyil. Little, plenty. Antonimdir. Little, not much. Yox. All, none. Çox. Heç. Hamısı heç. Both, neither. Düzgündür. İkisi, heç biri. Deməli cavabımız 2, 4 və 5 olacaq. Bu qədər. Sualınız, təklifiniz varsa yaza bilərsiniz şərhlərə. Gələn dərslərdə görüşərik. Hələlik.